Bayaq anons etdiyimiz sujeti indi təqdim eləyəcəyik sizə. Belə ki, sahibkarlıq fəaliyyəti göstərmək üçün yaşayış binasını müdaxilə eləyirlər. Həm də bir deyil, bir neçə obyekt tikilməsi üçün. Bəs aidiyyatı qurumların vətəndaşın bu özbaşınalığından xəbəri varmı? Qanunvericiliyə görə daşıyıcı divarlara icazəsiz müdaxilə qəti qadağandır. Bu yalnız müvafiq qurumların razılığı ilə həyata keçirilə bilər. Daha ətraflı Rəşad Vəkiloğlu danışacaq. Bunu hamı bilir ki, qəzal vəziyyətə salır. Yenə də obyekt tikmək üçün onlarla sakinin həyatını təhlükəyə atıblar. Görüntülər Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş 93 yaşayış massivindəndir. Bu dəfə 84 saylı binanın zirzəmi hissəsində daşıyıcı divarların hörgüsü dağıdılaraq binaya müdaxilə edilib. 6 mərtəbəli binanın zirzəmi hissəsinin daş hörgüsü çıxarılaraq bu vəziyyətə salınıb. Yəni binaya bu formadan müdaxilə edilib. Məqsəd isə zirzəmi hissəsində obyektə çevrilməsidir. Bəs yüzlərlə sakinin yaşadığı binanın bu vəziyyətə salınması təhlükə deyilmi? Binaya vizual baxış keçirdik. Məlum oldu ki, zirzəmilərin təyinatı obyekt tikilməsi üçün dəyişdirilib. Bəs sakinlərin həyatını təhlükəyə atan bu obyekt sahibinə binanın daşıyıcı divarlarına müdaxilə etməyə kim icazə verib? Fövqəladə Hallar Nazirliyinin icazəsi var binaları bu vəziyyətə sonradan salınması? Şirkətə yaxınlaşın da qardaş. Hansı şirkət? Qurtuluş 93 şirkəti. Bu ünvanda yaşayan sakinlər iddia edir ki, Qurtuluş 93-də obyekt tikmək istənilən sahibkara bu imkan yaradılır və hətta rayon memarlıq, şəhərsalma və arxitektura komitəsindən icazə alınmadan da zirzəmilərin təyinatını dəyişmək mümkün olur. Mən deyirəm ki, nə qədər əhali var burada. Vallahi hamı xatalı bina olacaq. Yəqin ki, buranı böyük bilir də. Mən deməyim, heç sən görmürsən, bunu hamı görmür, hamı bilmir ki, belə olur. Qızımın orada evi vardı, birinci mərtəbəsisin, eləmişdi mebel sexi. Orada adam dayana bilər, uşaq yata bilər. Əlacımız kəsildi, birinci mərtəbədə olurduq. O evi bir təhər suyu qiymətinə atdıq çölə. İndi burada da belə nə eləyəcəklərsə, yuxarısında ziyandır. Özünü tikinti icrası kimi təqdim edən bu şəxs bildirdi ki, binaya edilən müdaxilə icazə əsasında olub. Əgər icazəniz varsa, bu qeyri-yaşayış sahəsinə çevrilməsi icazəniz varsa, FEHİN niyə dayandırıb? Səbəb nədir ona? Səbəb indi araşdırılacaq. Obyektdən sonra saat 3-də gəlince araşdırılacaq. Dayandırıb. FEHİNə təqdim elədinizdə sənədləriniz yəqin. Göstəriləcək, bəli. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə sözgedən ünvanda yerləşən çoxmənzilli yaşayış binasına Nazirliyin tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib. İstismarda olan binanın zirzəmisindən müvafiq icazə sənədi olmadan qeyri-yaşayış obyekti kimi istifadə məqsədi ilə tikinti işlərinin aparıldığını nəzərə alaraq Azərbaycan Respublikasının mənzil və inzibati xətalar məcəllələrinin tələblərinə əsasən müvafiq tədbirlərin görülməsi məqsədi ilə agentlik tərəfindən aidiyyəti üzrə yerli icra hakimiyyəti və hüquq mühafizə orqanlarına müraciətlər ünvanlanıb. Bəs ekspertlər çoxmənzilli binalara bu formada edilən müdaxilə ilə bağlı nə deyir? Ümumiyyətlə zirzəmilər adətən ümumi istifadə sahəsi sayılsa da, həmin ərazilərdən kommunikasiya xətləri, içməli su, məişət qazı, o cümlədən elektrik şəbəkə xətləri də keçə bilər. Bu hallarda həmin ərazidə tikintinin aparılması məqsədə müvafiq hesab edilmir. Məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətindən isə bildirildi ki, sözgedən ünvanda qanunsuz tikinti quraşdırma işlərinin aparılması müəyyən edilib. Sahibkarlar danışıqlar aparılmaqla tikinti işləri dayandırılıb və tədbir görülməsi üçün qanunvericiliyə uyğun olaraq aidiyyəti qurumlara məlumat verilib. Rəşad Vəkiloğlu, Pərviz İlqaroğlu, Space xəbər.